Azərbaycan Dövlət Pedaqoji Universitetində MEH Ədəbi Dərnəyi tərəfindən Mədinə Gülgünün 100 illik yubileyinə və 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin gedişində şairənin yaradıcılığını əks etdirən şeir kompozisiyaları, səhnəciklər, rəqs və musiqi ifaları təqdim olunub. Tədbirdə şairənin nəvəsi Aysel xanım iştirak edilib. Sonda tələbə Aygül Əliyevanın hazırladığı portret Filologiya Fakültəsinin dekanı Könül Həsənova tərəfindən Aysel xanıma təqdim olunub. MEH Ədəbi Dərnəyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə keçirilən Pillə 4 Respublika Tələbə Tamaşaları Festivalında iştirak edib. Tamaşanın nümayişi Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas tədris binasında, bağlanış mərasimi isə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş tutub. Dərnək üzvləri Nəcəf bəy Vəzirovun Yağışdan çıxdıq, Lağmura düşdük əsəri ilə səhnəyə çıxıb və festivalın ilk üçlüyünə daxil olaraq uğur qazanıblar. MEH Ədəbi Dərnəyinin üzvü Xədicə Nəbizadə canlandırdığı obrazı ilə ən yaxşı qadın rolu nominasiyasının qalibi olub. Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş El bilir ki, sən mənimsən adlı konfrans keçirilib. Bədii hissədə MEH Ədəbi Dərnəyinin üzvləri tərəfindən şairin poeziya nümunələri səsləndirilib. Həmçinin Vaqif dramından səhnələşdirilmiş fraqment təqdim olunub. Klassik irsə ehtiramla yanaşı, müasir yanaşmalarla nümayiş edilib. Filologiya Fakültəsində İlaxır çərşənbə münasibəti ilə Novruz bayramı ab-havası yaşanıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində 1-ci Türkoloji Qurultayın 100 illiyi dil məsələləri beynəlxalq elmi konfransı keçirilib. MEH Ədəbi Dərnəyinin idarə heyəti, üzvləri konfransın təşkilində fəal iştirak edib, müxtəlif rəqslər, musiqi nömrələri ifa ediblər. Ədəbi Dərnəyin təşkilatçılığı ilə Aşıq Ələsgərin 205 illik yubileyinə həsr olunmuş Sazın Vəhdəti, Sözün Hikməti adlı tədbir keçirilib. Tədbir Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci ilə əməkdaşlıq çərçivəsində baş tutub. Ədəbi Dərnəyin qiraət bölməsinin təşkilatçılığı ilə dərnək üzvlərinin Hüseyn Cavidin ev muzeyinə ziyarəti həyata keçirilib. Ziyarətin məqsədi görkəmli ədibin həyat və zəngin yaradıcılığı ilə yaxından tanış olmaq olub. Muzeyin əməkdaşları tərəfindən Hüseyn Cavidin həyat yolu və ədəbi irsi, həmçinin muzeydə qorunan eksponatlar haqqında məlumat verilib. Ziyarət zamanı dərnək üzvləri şairin yaradıcılığından nümunələr səsləndirib, pianoda ifalarla görüşə xüsusi ruh qatıblar. Qiraət bölməsinin təşkilatçılığı ilə poeziya gecəsi keçirilib. Dərnək üzvləri Ana Harayı abidəsini ziyarət edib, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad ediblər. Dərnək kollektivi Dünya Şəhərsalma Forumunda iştirak edib. Forum, davamlı inkişaf, təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması istiqamətində beynəlxalq dialoqun aparıldığı nüfuzlu platforma olub. 22 iyun 2026-cı il tarixində MEH Ədəbi Dərnəyi ilə Gənc Yazarlar Birliyi arasında əməkdaşlığın əsası qoyulub. Ədəbi Dərnəyin illik təltif etmə prosesi keçirilib. Aktiv üzvlərə Filologiya Fakültəsinin dekanı Könül Həsənova tərəfindən sertifikatlar təqdim olunub. Təltif olunan tələbələr filologiya, kimya və biologiya, məktəbəqədər təhsil, riyaziyyat, fizika, tarix və coğrafiya fakültələrini təmsil ediblər.